Bu evimiz zal geniş, yataq otaqları hamısı geniş və əsas məsələ nədir? Əsas məsələ odur ki, 32.500 manatdır evimizin qiyməti, yəni kreditlə, yenə dediyim kimi ilkin ödənişdir. Buyuraq inşallah, baxaq evimizə, sonda da ki, yenə dediyim kimi 5 sotun üzərində yerləşir evimiz. Allah evi olmayanlar Allah eksiniz. Sağ olun. Hazırda bir dənə belə bir yataq otaqdır. Evimiz cüt daşdandır, onu da sizə nəzərə çatdırım. Bizim mətbəximiz. Bir, iki, üç. Burada da bir dənə belə yataq otaqdır hazırda. Burada da bir dənə yataq otağı var. Buranı deyim ki, pəncərəsi açmaq mümkündür. Çünki bunun arxası öz həyətinə baxır, torpağı var orada da. Hal-hazırda girişimiz buradandır və burada da sanitar qovşağımız yerləşir. Evimizin qazı, suyu, işığı hamısı var. Bu gördüyünüz də həyət, həmən dedim pəncərə var. Pəncərənin arxasını açmaq öz həyətinə baxır. Bu həyətdir. Burada da bir sot yarımdır. Bəli. Dediyimiz kimi evimiz 32.500 manatdan ilkin ödəniş başlayır və son ümumi məbləğdən söhbət gedir 65.000 manatdır. Allah yenə dedim, evi olmayan Allah, ev qismətində yerləşmə yeri də Məhəmməddir. Sağ olun, var olun, Allaha əmanət olun.